Çox təəssüf ki, elə şəxslər var ki, onların sosial şəbəkələrdəki fəaliyyəti dinin mahiyyəti ilə üst-üstə düşmür. Gedibsən məscidə, normal ibadətini elə və səndən sonraki insanları da düşün. Xal qazanmaq üçün, like toplamaq üçün. Bunu da sonra paylaşacaq ki, filan məsciddə, misal üçün, müsəlmanlara təzyiq etdilər. Məşhurlaşmaq diləyi ilə bunu edirsə, bu çox yanlış bir fikir. Kimsə gedib gecə klubundan paylaşım edir, bunu yayır. Mən də gedib Məkkəni paylaşım. Burada pis nə ola bilər? Təvaf edirlər, yəni Kəbənin ətrafında dövrə vururlar. Canlı açıblar, diqqət qalıb bu canlıda. Ümumiyyətlə, aqressiv çıxışlar, qəzəbli çıxışlar həmişə insanın, belə deyək, cəlb edib, nəzər diqqətini cəlb edib. Həqiqətən də bu cür insanlar sensasiya yaratmaqda ustadırlar. Baxmaq lazım, bu ilahiyyatçı, bu danışan adam, bunun elmi nə dərəcədədir? Sözü adamın başında belə deyək, problem var, götürür İslamın adından çıxış edir. Din populyarlaşmaq üçün yox, həqiqəti çatdırmaq üçün bizim istifadə etdiyimiz dəyərlər toplusu olmalıdır. Salam, hörmətli tamaşaçılar. İman verilişinin növbəti buraxılışı efirdədir. Bugün sizinlə olduqca maraqlı mövzunu müzakirə edəcəyik. Bildiyimiz kimi hər gün milyonlarla insan sosial şəbəkələrdə saatlarla vaxt keçirir. Bu platformalar təkcə ünsiyyət vasitəsi olmayıb, həm də düşüncələrimizi formalaşdıran, dəyərləri dəyişdirən, yeni dəyərlər yaradan məkana da çevrilmişdir. Bəs bu virtual aləmdə din necə təqdim olunur? Dini çağırışlar nəyə xidmət edir? Dini maarifləndirmə işi necə aparılır? Bu və digər suallara bugün mütəxəssislərlə birlikdə cavab axtarmağa çalışacağıq. Bugünkü qonaqlarımız ilahiyyatçı Mir Nasir Nağıyev, psixoloq Nizami Orucovdur. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür ederim. Xoş gəlmisiniz. Nizam müəllim, hətta inanmayanlar belə dinin, fərdin psixoloji, eyni zamanda cəmiyyətin sosial həyatındakı rolunu etiraf edirlər. Məsələn, fransız maarifçilərindən Voltaire deyirdi ki, əgər Tanrı olmasaydı, onu uydurmaq məcburiyyətində qalardıq. Məhz Tanrıya inandığı üçün mənim xidmətçim məndən oğurlamır. Siz necə düşünürsünüz? Dinin insan psixikasındakı rolunu necə qiymətləndirirsiniz? Din insanın daxili dünyasına, psixikasına hansı təsir göstərir? Mən bir mənalı deyə bilərdim ki, çox gözəl, yaradıcı təsir edir. Sadəcə olaraq məsələ ondadır ki, insan hansı psixoloji bazaya malikdirsə, din onun üstünə gələrək təsir edir. Misal üçün, biz son illərdə ölkəmizdə, yaxın qonşu ölkələrdə də bunu çox gördük. İstər radikallaşma olsun, istər bəzi ölkələrin, cəmiyyətlərinin parçalanması olsun, dinin silah kimi istifadə edilməsi olsun, düşmənçiliyin yayılması adıyla, yəni bütöv millətləri parçalamaq adıyla insan sağlamdırsa, din onun həyatına ancaq gözəllik gətirir. Yəni, həyat mənasını tapır. Bir var, mən Allaha inanmıram və dini dəyərlərim yoxdur. Həyatın mənası, ölüm, yaşam, ailə biraz mənasını itirir. Bir də var, mən bilirəm ki, fərqi yoxdur. İstər müsəlman olsun, xristiyan olsun və yaxud da başqa dinlər olsun. Bir də var, mən bunları uca yaradana bağlayıram. Bu şəkildə din insanın həyatına da, mənasına da, məqsədinə də, yaşayışına da mənəviyyat nöqteyi nəzərdən. Təbii ki, bu o demək deyil ki, dinsiz insan mənəviyyatsız insandır. Yəni, bu bir ortanı tutmalıyıq biz. Sağlam insana din yaxşı təsir edir. Amma ruhu pozuntusu olan insana, psixikasına problem olan insana təbii ki, din, yəni o dini artıq silah kimi istifadə edir. Elə bil, o bütün Quranın və yaxud İslamın içində bütövlüyü görməyəcək. Məsələn, orada görəcək hardasa yazılıb ki, öldürün və yaxud cəzalandırın və yaxud cəhənnəm. Ancaq bunu görən insanlar var. Ona yəqin ki, rast gəlmiş olarsınız internetdə də və s. Ən sadə misal üçün, insanlar var ki, bizdə dinlə bağlı dəhşət çox mübahisələr olur. Misal üçün, İslam deyəndə ancaq hicab yada düşür. Və yaxud da halal-haram mövzusuna ancaq donuz yada düşür. Bəs insanın haqqına girmək,
insanlar haqqında qeybət etmək, onların arxasında danışmamaq, axı İslam bunları da qadağan edir, Evet. qarşısını almağa çalışır. Buna görə də biz baxmalıyıq ki, yəni hər hansı bir dindar insan və yaxud da din adına danışmağa çalışan insana baxmalıyıq ki, özü nə qədər sağlamdır. Bax, sizin bu dedikləriniz mənim xatirimə bir peyğəmbər sözünü gətirdi. Bizim peyğəmbərimiz deyir ki, insanlar təbiət etibarilə minerallara bənzəyirlər, metallara bənzəyirlər. Və bir insanın İslam gəlmədən əvvəl əgər bir insan nəcibdirsə, İslam gəldikdən sonra da o nəcib olacaqdır. Və tamamilə razıyam ki, din özlüyündə xeyri ifadə edir. Amma psixikası pozuq insanların əlində şərə xidmət eləyə bilir. Və bu qeydlərinizə görə minnətdaram sizə. Nasir müəllim, bugün sosial şəbəkələr insan həyatının ayrılmaz parçasına çevrilmişdir. Əlbəttə, sosial şəbəkələrdən imtina etmək mümkün deyildir. Eləcə də bugün Azərbaycanın sosial şəbəkələrin Azərbaycan segmentində biz dini maarifləndirmə işinin, dinə çağırışların da geniş miqyasda şahidi oluruq. Siz bu Azərbaycan segmentində yayılan dini kontentləri necə qiymətləndirirsiniz? Sizcə hansı növ kontentlər üstünlük təşkil edir? Tərbiyə edici, təsəlli verici, birləşdirici, yoxsa məsələn qütbləşdirici, məzhəbçilik aşılayan, təfriqə salan, xurafat və radikallığı yayan? Buyurun. Əvvələn sizləri və tamaşaçılarımızı salamlayıram. Bismillahirrahmanirrahim. Deməli, bu böyük bir məsələ toxunmuşsunuz bugün. Həqiqətən aktual məsələlərdən birisidir. İnsan sosial varlıqdır. Sosiallaşma bizim həyatımızın bir parçasıdır. Bugün bu medialar, media qurumları, xüsusən də sosial şəbəkələr həqiqətən də bir anlıq dünyanı təsəvvür etsək, kiçik bir evə bənzədə bilərik. Çünki hər kəsin bugün əvvəllər danışdığımız məscidlərdə qalırsa, mən məscid imamı olaraq bunu qeyd edeyim ki, tutalım ki, 300-400 nəfərliyi əhatə eləyirsə bizim sözlərimiz, bugün deməli milyardlar, milyonları aşıb keçə bilir. Məndə olan məlumata görə 5 milyarda yaxın bugün izləyici var, istifadəçisi var sosial şəbəkələr. Bu da az rəqəm deyil, hədsiz dərəcədə çox rəqəmdir. Onun üçün də, məsələn, bugün insan din haqqında danışanda, bir elm barəsində, elmi bir məlumatı izah eləyəndə, danışanda o sürətli olaraq yayılma gücünə malikdir. Əgər bugün biz bunu bənzəsək, necə ki şəriətimizdə də var, buyururlar ki, bunun istifadəçisi iki istiqamətli ola bilər. Həm mənfi, həm müsbət tərəfdən, cəhətdən istifadəçiləri ola bilər. Necə ki, bu iki tərəfli silaha bənzətmək olar. Müsbətə də kəsir, mənfi tərəfə də kəsə bilər. Bizim psixoloq müəllimin çox doğru buyurduğu kimi, insan əgər özünü toparlaya bilirsə, özündə insanlığını dərk edə bilirsə, yaradılış aləmində vəzifəsini, o tutduğu mövqeyi anlaya bilirsə, elə dindən də o dərəcədə istifadə edə biləcəkdir. Çox gözəl istifadə edə biləcək. Və onun üçün də Allah Teala bizlərə kəramətli bir varlıq olaraq yaradıb. Necə Quran-ı Kərimdə çox ayələrdə buyurur ki, mən sizi bir qadın bir kişidən xalqlara bölərək, cəmiyyətlərə bölərək yaratdım. Bir-birinizi neynəyəsiniz, tanıyasınız deyə. Deməli, bugün bizim bu sosial şəbəkələrdə çıxışlarımız, məlumatlarımız hamısı bir, deyək ki, məqsədə xidmət eləməlidir. İnsanlığa xeyir, fayda vermək üçün, nəinki ziyan vermək üçün. Amma təəssüflər olsun ki, bunu qeyd edək ki, bugün həm bunu qeyd etdik, çox yaxşı tərəfləri var, bəyənilən tərəfləri var, dinimiz də bunu bəyənir. Çünki din heç vaxt geri qalmağı qəbul eləmir. Daim irəli getmək, texnologiyanı uyğunlaşmaq, müasirləşmək, bu dinimizin bir mənalı olaraq bizə təlimidir. Necə ki, Həzrət Peyğəmbərimiz buyurur, sizin ən xeyriniz Qur'anı öyrənən və öyrədən. Burada Qur'anı öyrətmək, maariflənmək deməkdir. Çünki Quran-ı Kərim tək Allaha ibadətdən çıxış eləmir o tərəfdən. İnsanın biri-birindən müamiləsi, davranışları, insanlığın biri-biri ilə necə rəftarı, bunlar hamısı bizim elə maariflənmək, belə deyək, xidmət eləyir və eyni zamanda buyurur ki, sizin ən xeyriniz maariflənən və maarifləndirənləriniz olacaqdır.
Onun üçün bugün buna baxanda biz deyə bilərik ki, bəli, bizim çox böyük faydalı tərəfləri var. Necə ki, bu koronavirus dövründə fikir verdik ki, insanlar evdən olaraq bir-birinə məlumatları ötürə bilirlər. Dini məlumatları, belə deyək, elmi məlumatları evdə oturaraq bir-birinə çatdırmaq gücünə qabil oldular. Niyə görə? Çünki bu internet və deyək ki, sosial şəbəkələr vasitəsilə. Bunun bu tərəfləri çox xeyirli, çox faydalı olaraq bunu qeyd etmək olar. Qeyd etdiyimiz kimi mənfi tərəfləri də var. Mənfi xüsusiyyət tərəfləri də var. O da ki, insanlığın bəzən görürsünüz, vaxtını alır. Din dedikdə çox düzgün bir müəllimimiz başlıq qoydu. Sosial şəbəkələr və din. Din burada biz sadəcə olaraq ibadət deyilən bir tərəfi nəzərdə tutmamalıyıq. Dinimiz həm cəmiyyətimizdir, həm yaşam tərzimizdir. Birgə yaşayış istər öz müsəlman cəmiyyətində, istərsə bizə əhatə edən qeyri-müsəlmanlarla əlaqədar olaraq. Və bunu qeyd edeyim ki, yəni bu bizim o tərəfdir ki, burada biz çox diqqətli olmalıyıq. Təbliğatımızda, təşviqatımızda, çünki bizi izləyən kütlənin sayı da artıqdır və buna xidmətimizi də çox diqqətli eləməliyik ki, o insanlar bizdən yalnız faydalana bilsinlər. Təşəkkür edirəm Hacı. Bəli, biz sosial şəbəkələrə baxdıqda maarifləndirici kontentlərin şahidi oluruq. Bəzən elə kontent olur ki, oğlunu itirən, əzizini itirən ana həmin o kontenti oxuyur, özündə təsəlli tapır, Allahı yanında hiss eləyir. Əlbəttə ki, bu görürsən ki, dini maarifləndirmə işinin müsbət tərəfini əmələ gətirir. Amma çox təəssüf ki, elə şəxslər var ki, onların sosial şəbəkələrdəki fəaliyyəti dinin mahiyyəti ilə üst-üstə düşmür, dini etika ilə heç üst-üstə düşmür. Aqressiv formada, məzhəbçilik təbliğ edərək o dini təbliğatla məşğul olur. Əlbəttə ki, din də buna qarşı çıxır. Nizam müəllim, siz bir psixoloq kimi sosial şəbəkələrdəki bu dini kontentləri kənardan necə görə bilirsiniz? Bax, bu kontentlər insanların psixoloji sağlamlığına sizin nəzərinizdə daha çox müsbət təsir göstərir, yoxsa biz bunun əksini deyə bilərik? Bütün dini xadimlərimizin çıxışlarını izləyəndə, yəni qarşıma çıxanları nəzərdə tuturam. Biz orada nə görürük? Ailə dəyərlərinin təbliğatını görürük, mənəviyyatın təbliğatını görürük. Düz xarici ölkələrdə o dini təbliğ edənlər, o bayaq dediyim kimi çox aqressiv və başqa şeylərə də dəvət edirlər. Amma bizdə daha çox mənəviyyat və yaradıcılığa yönəlmiş təbliğatdır. Öz başına tutub fətva verməyə çalışan adamlara da rast gəlmişik. Öz başından cəmiyyətdə parçalanmağa yönəlik, nifrəti yaymaq, o ən başda dediyim kimi, yəni insan özü daxili dünyası nifrətlə doludsa, aqressiya ilə doludsa, din bir bəhanədir. Yəni biz burada İslamı və yaxud müsəlmanları qaralaya bilmərik və qaralamağa da imkan verməməliyik təbii ki. Sadəcə adamın başında belə deyək, problem var, götürür İslamın adından çıxış edir və yaxud da götürək dindən bir misal çəkir, arxasında özünə uyğun bəzəyir. Ona görə də hər cür təbliğata rast gəlirik. Amma təbii ki, sosial şəbəkələrdə din paylaşılmalıdır, bəli. Nəyə görə? Çünki əgər sosial şəbəkələrdə pisliklər, mənfi dəyərlər, bizim millətimizə, bizim coğrafiyamıza xas olmayan, həyatda heç bir xeyri olmayan dırnaqarası dəyərlər yayılmağa çalışılırsa, ona qarşı olaraq da, şərə qarşı olaraq da xeyir yayılmalıdır. Sadəcə olaraq baxır kim necə istifadə edir. Mən bu yaxınlarda belə bir videoya rast gəldim. Şərqi Asiya ölkələrinin əhalisi idi. Orada məscidi təəssüf ki, deyə bilməyəcəm hansı məscid, amma böyük ehtimal dünyada çox məşhur və əsas ziyarətgahlardan biridir və hər birinin də indi siz məndən yaxşı bilərsiniz, özünə görə qaydalar var. Məsələn, eləsi var ki, orada çox dayanmaq olmaz və yaxud da insan axını çox deyən, orada deyək ki, 5 dəqiqə, 10 dəqiqə və s. buranı tərk edir. İki xanım, misal üçün, telefonu qoyubdur və telefonla özləri üçün TikTok çəkirlər. Və istərsəniz o məscidin mühafizəsi, yəni xanım mühafizələr yaxınlaşıb onları oradan çıxarmağa çalışırlar. Bunlar müqavimət göstərdi və bunlar da mübarizə ilə oradan çıxarılası oldu. Bunlar, misal üçün, qurban psixologiyasında olan insanlardır. Yəni, gedib sən məscidə normal ibadətini elə və səndən sonraki insanları da düşün. Bu isə götürüb bundan o prim deyirik, yəni müasir dillə, sosial şəbəkəni bir xal qazanmaq üçün, like toplamaq üçün. Bunu da sonra paylaşacaq ki, filan məsciddə, misal üçün, müsəlmanlara təzyiq etdilər və yaxud filan məsciddə belə etdilər. Halbuki oranın öz qaydası var. Yəni, dediyim kimi, həm yaxşı mənada istifadə etmək olar bu dini təbliğ edərkən sosial şəbəkədə, həm də qurban psixologiyası, aqressiya
depressiyada olan insanlar bundan özünə xal qazanmağa çalışırlar. Nizam müəllim, sizin dediklərinizi belə ümumiləşdirsək, bəli, bugün sosial şəbəkələrdə şər daha çox təbliğ olunur. Bəli. Və ümumiyyətlə şərin mahiyyətində özünə tez yer tapmaq var. Xarakter etibarilə belədir. Və din də ümumiyyətlə tarixən şərlə mübarizə aparmaq üçün Allah tərəfindən göndərilmişdir. Və biz mənəvi immuniteti, əxlaqi immuniteti formalaşdırmaq üçün sizin dediyinizə qüvvət olaraq bəs dini düzgün şəkildə sosial şəbəkələrdə biz təbliğ etməliyik. Yəni dini maarifləndirmə işini düzgün qurmalıyıq. Və nəzərə alsaq ki, dinin əsas funksiyalarından biri insana təsəlli vermədir, bir də həyata məna qatmadır. Bax, bu iki funksiyanı modern üslubla, insanların diqqətinə çatdırmaqla əlbəttə ki, həm də psixoloji baxımdan insanların yanında ola bilərik. Mən bir əlavə etmək istəyirəm. Əlbəttə, buyurun, əlbəttə. Çox hörmətli hacımız da və bütün dini xadimlər də tarix boyu əslində psixologiya elmi yaranana qədər o funksiyanın böyük hissəsini dini xadimlər daşıyırlar. O siz az öncə dediniz ki, misal üçün indi Allah hər kəsin övladını qorusun, itki ilə üzləşənlərə də səbir versin. Misal üçün övladını itirmiş insanlar hara üz tuturdular? Din xadimlərinə üst tutub, onlardan bu sualın, yəni itkinin, ağrı, acının mahiyyətini soruşurdular. Və yaxud da boşanma ərəfəsində olan insanlar və yaxud da böyük sınaqlardan keçən insanlar hara üst tuturdular? Məscidlərə, indi digər dövlətlərdə kilsələrə və s. üst tutub mahiyyəti öyrənməyə çalışdılar. Əslində psixologiyanın və psixoloqların rolunu tarix boyu dinlər fəlsəfə ilə yanaşı və din xadimləri götürüblər, daşıyıblar və buna görə mən də təşəkkür edirəm. Çünki bu xütbələr olsun, bu çıxışlar olsun, bu nəhəng bir kütləyə mən ona həmişə yarı zarafat, hani bilirsiniz ki, mən biraz başqa tərzdə izah edirəm. Yəni bəzən kəskin olur, bəzən zarafatla olur, bəzən insanlar qızıqlandıraraq nəyisə öyrətməyə çalışıram, həm də psixologiya müəllimi olaraq. Tarix boyu insanlar siz dediyiniz kimi mənfiyə meyillilik də olubdur. Eyni zamanda bu kimi məsələlərdə kütləyə xitab edəndə kütləni sağlam yönləndirməyə də ehtiyac var idi. Yəni din xadimləri bu rolu oynayıblar əslində. Yəni onlara böyük təşəkkür düşür. Elə Sovet dövründə biz dini dəyərlərimizdən uzaq qalarkən məhz din xadimlərimiz o 70 il ərzində dini dəyərləri qoruyub saxlayıblar və biz müstəqilliyimizi qazandıqda bizə ötürüblər. Bəli. Yoxsa silinib gedilər. Əlbəttə. Narsir müəllim, biz sosial şəbəkələrdə məşhurlaşmaq adına, məşhurlaşmaq üçün din adından populist çıxış edənlərə də rast gəlirik. Və həqiqətən də bu cür insanlar sensasiya yaratmaqda ustadırlar. Məşhurlaşmaq üçün dini alət eləmək, yaxud dindən suyu istifadə eləmək nə dərəcədə doğrudur? Təbii ki, bugün çox media istifadəçiləri, sosial şəbəkələr istifadəçiləri çalışırlar ki, say artırsınlar, tərəfdarlarının sayını artırsınlar. Bu əslində doğru bir fikir deyil, yanlış bir fikirdir. Yəni say artırmaq o demək deyil ki, yanlış fikirlərlə, tutalım ki, radikal fikirlərlə, düşüncələrlə, məzhəbçiliklə fərq etmir. Bunun dini tərəfi olsun, ya deyək ki, ictimai tərəf hər tərəfdən götürəndə insan ki, populyarlaşmaq, məşhurlaşmaq diləyi ilə bunu edirsə, bu çox yanlış bir fikirdir. Əslində, insanı söhbətləri ilə, onun çıxışları ilə bir kəlməsi ola bilsin ki, insana böyük təsir bəxş eləsin, bağışlasın. Yəni, o kifayət eləyir. Əslində, burada biz Allah rızasını götürməliyik. Mənim çıxışım insanlar üçün bir kəlmə də olsa belə nə qədər təsir edə bildi? Bu insanların qəlbini oxşaya bildinmi? Onların qeyd etdik, məlhəm ola bildikmi onların yaralarını? Sarıya bildikmi? Bax, bu əgər bizim çıxışlarımızın niyyəti, qayəsi bu olarsa daha gözəldir. Amma görürsünüz, bəzən aqressiv çıxışlarla, deyək ki, kobud, belə əxlaqa zidd olan çıxışlarla, elə psixologiya bizim əxlaq elminə aid olan bir məsələdir. Bu çıxışlarla insanlar həqiqətən say toplayırlar. Bəziləri də bunlara güc qataraq, bunların bu sözlərinə güc qataraq paylaşırlar. Və bu paylaşmağın özü elə onlara təkan verməkdir. Tutalım ki, birisini eşidirik, bunun fikirləri yanlışdır, düşüncələri həm bizim milli adət-ənənələrin ziddir, eyni zamanda dinimizə, inancımıza da ziddir. Bax, bu adamların çıxışlarını biz izləyərək və başqalarına da göndərərək bunlardan biz nə qazanırıq? Sadəcə itki qazanırıq.
Bu onlar üçün böyük bir güc, dayaq, stimul verir onların danışıqlarına, onların fikirlərinə. Onun üçün də çalışmaq lazım. Mənim tövsiyəm odur ki, iştirakçılar, istifadəçilər çalışsınlar ki, belə şeylərdə ehtiyatlı olsunlar. Son vaxtlarda yayılmışdı. Kim bunu paylaşarsa onun ruzusu artacaq. Belə bir fikir də yayılmışdı. Bu da bizim etiqadımıza ziyandır əslində. Bu adam paylaşır, gör heç nə ruzu artdı, nə bunun həyatında dəyişiklik, nə dönüm baş verdi. Sonradan bunun nə baş verir? İnancı zəifləmə başlayır. İnancında zədələr əmələ gəlməyə başlayır və üz döndərir. Hətta fikirləşir ki, axı bunu mənə paylaşan, göndərən insan mənim paylaşmağım 10 nəfər, 100 nəfər və ilaxır belə bir rast gəlmişik. Bunlar hamısı gələcəkdə bizim ümumiyyətlə təfəkkürümüzə də ziyandır, insanlıq cəmiyyətimizə də ziyanlıq tərəfidir. Onun üçün də bayaq qeyd etdiniz, mənfi xüsusiyyət, müsbət tərəfləri olmaqla bərabər də mənfi tərəfləri də çoxdur. Elə söhbətlərimizin, dediklərimiz, müəllimimizin də dediyi, Nizam müəllim dediyinə uyğun olaraq bu bizim elə sosial şəbəkələrdə yayılan fikirlərə ehtiyatlı olmaq lazım və əhlindən götürmək lazımdır. Baxmaq lazım, bu ilahiyyatçı, bu danışan adam, bunun elmi nə dərəcədədir? O adam dini bəzəyib danışır, yoxsa həqiqətdən danışır, həqiqətə söykənərək danışır? Bunlara çox diqqətli olmaq lazım. Hacı, təşəkkür edirəm. Din populyarlaşmaq üçün yox, həqiqəti çatdırmaq üçün bizim istifadə etdiyimiz dəyərlər toplusu olmalıdır. Bunlara diqqət yetirmək lazımdır. Bəzən də görürsən ki, elə insanlar bu cür insanlara dəstək verirlər ki, onlar öz subyektiv istəklərinə uyğun din axtarışındadırlar. Yaxud görürsən ki, ibadət etmək istəmir, amma eyni zamanda inanclı insandır. Buna görə elə fikirlərin arxasınca qaçır ki, onu ibadətdən azad eləsin. Bax, belə insanların da biz şahidi oluruq. Diqqət yetirmək lazımdır ki, əsas məsələ ixlas olsun, Allahın razılığını qazanmaq olsun. Belə olduqda bizim sosial şəbəkələrdə apardığımız dini fəaliyyətə də Allah bərəkət verir. Bir insan din adından sui-istifadə edərək populyarlaşa bilər, amma Allah onun bərəkətini alacaqdır. Din də bərəkət işidir, ixlas işidir. Nizam müəllim, siz də yəqin şahidi olmusunuz. Bəzi şəxslər öz ibadətlərini sosial şəbəkələrdə nümayiş etdirirlər. Bu hala biz daha çox müqəddəs məkanlara gedən şəxslərdə rast gəlirik. Yəni, bura Kəbə, Nəcəf, Kərbala, Məşhəd. Bu insanlar orada ibadət etməkdən daha çox görürsən ki, canlı açırlar, özlərini çəkirlər, ora getdiklərini sosial şəbəkələrdə nümayiş elətdirirlər. Sizcə, psixoloji cəhətdən bu davranışın arxasında nə dayanır? Mən onları qınamağa qarşıyam. Nəyə görə? Çünki sosial şəbəkələrin nə üzərindən qurulduğunu biz unutmamalıyıq. Yəni, bir çox insan bizim ölkəmizdə sosial şəbəkələr istifadə edən və yaxud qərbdən gələn istənilən texnologiya, media, istənilən bir məhsul olsun, onun necə yaranmasını unudurlar və yaxud da heç düşünmürlər bu haqda. Sosial şəbəkə təsadüf nəticəsində yaranmış bir mexanizm deyil. Bu, insan övladının nəfsinin üzərində, yəni bunun bu proqramları yazanlar, sifariş edənlər bunun üzərindən milyardlar desəm az olar. Yəni trilyonlar qazanıblar və qazanacaqlar. Yəni ömürlərin sonuna qədər. Sosial şəbəkə insan nəfsi üzərində qurulmuş, yəni ona hesablanmış bir məsələdir. Misal üçün Instagram olsun, Facebook olsun, TikTok olsun. Bir insan ora nəyə görə şəkil, video qoyur? Like görmək üçün. Hacımız, mən, insanlar nəsə çatdıra bilərik. Amma biz də istərseniz bir ki, ora like qoyulacaqdır. Və insanın təbii ki, niyyətimiz təmiz olanda başqa xarakter daşır. Yəni bizə kimsə like göndərəndə bu bir pis bir şey deyil və yaxud da bizim niyyətimiz pis deyildi və yaxud da niyyətimizin əsasında like deyildi. Sadəcə insan sosial şəbəkədə təsdiq axtarır. Həm bəyənilmək istəyir, yəni o nəfsi durub onun arxasında, o tələbatı. Deməli, özünü təsdiq istəyir. Tamamilə doğrudur və bu əslində bir tərəfdən normaldır. Çünki biz hər birimiz, misal üçün, dində olsun, psixologiyada olsun, məşğul olduğumuz sahələrdə olsun, ailədə olsun, cəmiyyətimizdə olsun, özümüzə təsdiq axtarırıq və burada heç bir pis bir şey yoxdur. Amma indi baxır o təsdiq sağlam formadadır, niyyət sağlamdır yoxsa yox. Yəni bir insan misal üçün istər-istəməz baxır ki,
İnsanlar 365 gün İtaliyaya gedən Romadan Kolizeyin qabağından paylaşır. Biri Çinə gedir, o Çin divarlarının qarşısına paylaşır. İstərseniz bu da təbii olaraq fikirləşəcək ki, mən də Kəbəyə və yaxud Mədinəyə, Məşədə, Kərbalaya gedəndə mən niyə paylaşmayım ki? Yəni məntiqlidir da, bu da paylaşmaq haqqı var. Eyni zamanda bir tərəfdən bu insanlar onu mesaj göndərirlər ki, baxın mən yaxşı insanam. Və yaxud da mən yaxşı həyat yaşayıram. Bu həm də bir şuurlu və şuursuz mesaj da ola bilər ki, yəni mən bu əhalinin bu qrupasına aidəm və yaxud da insanlar arasında bu cəmiyyətə aidəm də, yəni müəyyən bir cəmiyyətlərə. Ona görə də biz bu insanlar qınamalı deyilik və həm də unutmamalıyıq ki, hər kəsin niyyəti fərqlidir. Kimsə misal üçün gedib Məkkə olsun və yaxud da istənilən başqa bir dini ibadət ziyarətgah yeri olsun, oradan paylaşıb ürəyində yaxşılığı yaymaq məqsədi ilə edə bilər. Fikirləşək ki, kimsə gedib gecə klubundan paylaşım edir, bunu yayır. Mən də gedib Məkkəni paylaşım. Burada pis nə ola bilər ki? Yəni biz yenə də niyyəti də unutmamalıyıq və insanların təsdiq və bəyənilmə istəyinin də olmasını unutmamalıyıq. Təşəkkür edirəm Nizami müəllim. Bəzən biz ibadətimizi kiməsə nümayişkarənə şəkildə göstərdikdə, orada niyyət Allah üçün etmək deyil, kiməsə göstərmək olur. Dində, ibadətdə bu qadağan edilən bir haldır. Yəni, yəqin ki, hacı bizim dediyimizi təsdiqləyəcəkdir. Amma hər bir halda bəzən görürsən ki, ibadət yeri, məsələn, mən onu Kəbədə görmüşəm. Təvaf edirlər, yəni Kəbənin ətrafında dövrə vururlar, canlı açıblar, diqqət qalıb bu canlıda. Halbuki o dövrə vurarkən onun diqqəti ibadətdə olmalıdır, zikr eləməlidir, Allaha dua eləməlidir və s. və əlaxır. Düşünürəm ki, bu cür texnoloji rabitə Allahla mənəvi rabitəyə mane olur. Bəli, mən icazənizlə bir əlavə etmək istəyərdim. Tamamilə çox belə doğru yerə tam bir misal çəkdiniz. Məsələ nədədir? Məsələ ondadır ki, insan əslində yəni dini təlimləri insanı yüksəltmə metodlarından biri insan, misal üçün sizlər məndən yaxşı bilirsiniz bunu, zikrin gücü. Məsələn, biz indi bugün deyirik ki, meditasiya. Yəni müasir dildə meditasiya deyirik və yaxud yoga deyirik və yaxud başqa şeylər. Yəni insan indi və özündə olmalı və kosmosla əlaqə deyirik. Yəni bunu min illərdir, dinlər bizə verirdi. Yəni zikr etmək. Yəni insan çəkilib təklikdə Allahı yad edirdi və Allahla olurdu, bir tək qalırdı. Siz dediyiniz kimi Kəbədə həmin anda indi və burada olmaq əvəzinə, çünki Kəbəyə gedib o sevincdən siz də görmüş olarsınız hər biriniz, orada nə qədər ağlayan insanlar olur və yaxud da ömür boyu pul yığıb ora getməyi arzulayıb, ora çatan insanlar olur və yaxud da niyyət edən insanlar olur. Onlar o anı yaşaya bilirlər. Amma bir insan o anı yaşamaq əvəzinə, onu dərk edib bütün başdan ayağa qədər özündən keçirməyə əvəzinə, yəni ruhu təslim etməyə əvəzinə, təbii ki, açıb TikTokda və yaxud da Instagramda canlı açırsa və yaxud WhatsApp-la Bakı ilə əlaqə saxlayırsa və oradan gələn cavabı gözləyirsə, o adam onu tamamlaya bilmir, yaşaya bilmir. Bəli, təşəkkür edirəm. Hacı, bəzən biz məzhəb mübahisələri olsun, ayrı-ayrı dini şəxsiyyətlərlə bağlı emosional çıxışlar olsun, bunların daha çox baxış, bəyənmə topladığını görürük. Niyə bizdə məhz mübahisəli mövzular, yaxud məzhəbçiliklə əlaqəli kontentlər daha çox diqqəti çəkir? Bunun səbəbi nədir? Ümumiyyətlə, aqressiv çıxışlar, qəzəbli çıxışlar həmişə insanın, belə deyək, cəlb edib, nəzər diqqətini cəlb edibdir. Tarixən belə olubdur. Tarixən belə olubdur. Qəzəbli və aqressiv, radikal mövqeləri insanlar həmişə izləməkdə maraqlı olublar. Nəinki sakit danışıqları, belə deyək, mülayim çıxışları, bunları insanlarda sanki meyil az olubdur. Bu da insanın, belə deyək, psixologumuz daha gözəl bilər, insanın daxilində buna qarşı bir meyil var. Həmişə insan çalışır ki, nəsə bir dedikodu məsələlərinə diqqət ayırsın. Bəli. İndi baxaq görək internetdəki bu şəbəkələrdə görürük ki, nə qədər dedikodudan insanlar həlak olublar. Həm onu izləyənlər, həm onu dinləyənlər və eyni zamanda o işi görənlər. Elə buna baxaq deyək ki, bir tərəfdən Quran-ı Kərimdə Allah təala buyurur, sizin etdiklərinizdən, söylədiklərinizdən, əməllərinizdən hesaba çəkiləcəksiniz. O demək deyil ki, hesabat yalnız mənim indi etdiyim yox. Çıxışlarımdan da belə hesaba çəkiləcəm. Mənim bu danışdığım artıq illər boyu qaldı yaddaşlarda, izləniləcəkdir. Xeyrə söhbət olunubsa, xeyrə tərəf yönəlibsə bu işlər, hər izləyən ondan savab
alacaq, qidalanacaq, belə deyək. Və ondan da mənim üçün də dünyanı dəyişsəm də belə mənim üçün savab yazılacaq. Yox, əgər bu aqressiv çıxışlara xidmət edirsə, insanları təfriqəyə, məzhəbçiliyə sürükləyən, aparan bir əməldirsə, onu yəqin etsinlər ki, bunun çıxışları yaddaşlarda yenə həkk olunacaq və gələcəkdə onun üçün böyük bir bəlaya çevriləcək. Bizim etiqadımıza görə insan tək bu dünyası yoxdur. Həm axirət aləmi var. Ona görə Quran-ı Kərimdə Allah Teala buyurur ki, siz qeyb aləmindən sorğu-sual olunasınız deyə biz sizi sınağa çəkəcəyik. Qeybə inancınıza görə. Bax, bu bizim əsl inancımızdır, əsl etiqadımızdır ki, çalışaq, bu cür çıxışları həm izləməkdən çəkinək, həm bu cür çıxışlara yekunlaşdıraq, yəni həm də özümüzə yol verməyək. Bir din xadimi olaraq mən bunu çıxış edirəm ki, çalışmaq lazım. Bizim dinimizin o qədər əxlaqi tərəfləri var, əxlaqi normalara xidmət edən tərəfləri var ki, elə insanın, belə deyək, fikrimiz iki hissədən ibarət. İbadət bölməsi və ya psixologumuza gözəl buyurdu ki, tək namazdan ibarət deyil dinimiz. Həm də fiqhul muamələt deyilən bir tərəf var. Bəli. İnsanlarla rəftar. Çünki Allah Teala Quranda buyurur: "Və laqad kərramna bəni Ədəm." Biz Adəm övladını hörmətli, izzətli, şərafətli etdik. Bu tərəfinə diqqət ayıraq. Hacı, doğru dediniz. Həqiqətən təfriqə yaradan kontentlər diqqəti cəlb edir. Çünki konflikt həmişə çox izlənilir. Ümumiyyətlə, konflikt həmişə insanın diqqətini çəkir. Sosial şəbəkələrdə bəzən cəhənnəm, ilahi əzab, qorxu motivli dini mesajlar da şahidi olmusunuz. Bax, bu cür mesajlar, bu cür kontentlər xüsusən gənclərə necə təsir göstərir? Yəni, bəzən deyirlər ki, biz bu cür kontentləri ona görə paylaşırıq ki, o tərbiyəvi, yəni tərbiyə etsin. Sizcə bu cür kontentlərin gənclər üzərində tərbiyə ediciliyi daha çoxdur, yoxsa bu cür kontentlər gələcəkdə travma yarada bilirmi? Bu daha çox travma yaratmaq xarakteri daşıyır. Nəyə görə? Çox hörmətli hacımız da yəni ki, təsdiqləyər. Yəni, bir var, İslamı və dinləri insanlara bir dəvət kimi təqdim edəsiniz və insan özünü azad hiss edib, hörmətli hiss edib seçir. Bir var, insana onu yaradıcı bir şey kimi, mənəviyyat, əxlaq dəyərləri baxımından bir dəvət kimi istifadə edəsiniz. Bir də var, az öncə siz də çıxışınızda dediniz, qeyd etdiniz, o istər aqressiya olsun, istər o konflikt olsun, münaqişə olsun. Bir də var, insanı qorxudaraq. Yəni, olur, misal üçün, bəzən mənim çıxışlarımda, misal üçün, ailə psixologiyası, istənilən bir şey deyirəm, yoxdur, mübahisəli bir mövzu açılır. İndi psixologiya mövzusu da çox geniş bir sahədir, elmdir və altdan görürəm ki, kimsə yazır ki, cəhənnəmdə görüşərik və yaxud da cəhənnəmdə yanacaqsan. Yəni, mən bunu deyəcək bir söz, buna layiq olacaq bir söz demədim, hərəkət etmədim, amma o insanların dünyasında, o insanların psixikasında buna çox yer var. Yəni, qorxutma ritorikası. Qorxutma, bəli. Və onlar uşaqlarını da, mən buna uşaq vaxtı rayonda böyüyəndə də şahid olmuşam. Bəzi ailələrdə bizim nəsildə də bəzi insanlar var ki, orada deyək ki, namaz qılıb oruç tutan və dini yayan və həyatında çox yaxşı olan insanlar var idi. Onlar misal üçün kasıbə əl uzadırdılar, məzluma kömək edirdilər. Digəri isə ancaq öz uşaqlarını və bizi cəhənnəmlə qorxudurdu. Və bu itici gəlirdi. Yəni, bu əslində insanları həm dindən soyudur, həm də uşaqlarda, yeniyetmələrdə onların deyilən hər söz, onlarda hərfiyən başa düşülür. Yəni, misal üçün, onlar qalibdirlər ki, atana mübahisə eləmə, cəhənnəmdə yanacaqsan. Amma indi təsəvvür edin ki, ata ilə mübahisəli bir mövzudur, mübahisədə bizi yaxınlaşdıra bilər axı. Məsələləri həll edib, yəni problemi həll edə bilər. Bu demək deyil ki, biz atamıza hörmət istəyirik. Söz o adam qayıdır ki, atan söz deyəndə sual vermə, cəhənnəmdə yanacaqsan. Həm özündən uydurur, həm də bu şəkildə qorxu, vəsvəsə, vahimə yükləyərək bu travmadan başqa heç bir şey yaratmır. Çünki həm uşaqlar, həm yeniyetmələr, hətta gənclərin bir hissəsi hər insanın psixikası eyni deyil. Həssas olan insanlar var, qorxu ilə yaşayan insanlar var və onlara bu qaranlıq kimi yükləyəndə onlar yəni nə müsəlman kimi formalaşacaqlar, nə o mömin kimi belə deyək də gedib bir yerə çıxa biləcəklər. Onlar ancaq qorxu, vəsvəsə və bədənlərində, canlarında təşviş, nevrotik pozuntular, yəni biz heç bir xeyrə nail olmayacaq o qorxularla. Bir dəfə bir psixoloqun bu dini ritorika ilə bağlı kitabında oxumuşdum. Deyir, heç vaxt uşaqlarınızı kiçik yaşlarında Allahın onları cəhənnəmdə cəzalandıracağı ilə hədələməyin.
Çünki uşaqların təxəyyül dünyası çox genişdir böyüklərlə müqayisədə. Onlar bu vaxt deyir Allahı böyük, nəhəng bir varlığa bənzədirlər. Cəhənnəmi isə onun qarşısındakı təndirə bənzədirlər. Deyir, böyüyəndə uşaq özünün bu təsəvvürünə güləcək. Amma həmin vaxt keçirdiyi qorxu hissi onun şuur altından heç vaxt çıxmayacaq və bir travma ilə o ömrünün sonuna qədər yaşayacaq. Hacı, biz sosial şəbəkələrdə dini maarifləndirmə işinin aparıldığını görürük və qeyd etdik ki, bu lazımdır. Sizcə bugün sosial şəbəkələrdə məhsuldar, müsbət nəticə verə biləcək dini maarifləndirmə işi necə aparılmalıdır? Dinin hansı cəhətlərinə biz daha çox vurğu etməliyik? Hansı dildən, hansı üslubdan istifadə etməliyik? Təbii ki, ən gözəl üslub, ən gözəl dil, ən gözəl variant bizim Qur'an-ı Kərim buyurduğudur. Allahın yoluna hikmətlə dəvət edin, gözəl söhbətlərlə dəvət edin. Hikmət nə deməkdir? İnsan daim o hikmətin axtarışındadır. Daim gözəl sözə ehtiyacı var. Daim gözəl kəlmələrə, necə ki, Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi buyurur, gözəl söz sədəqədir. Gözəl söz söyləyəm. Biz adətən elə başa düşürük ki, sədəqə yalnız insan maddi, əlində nəyi varsa maddi nemətlərdən ixrac edərək, çıxaraq, ondan deyək ki, yoxsulların könlünü alaraq bu yalnız o sədəqə. Xeyr, gözəl sözün özü də gözəl sədəqədir. Ən gözəl sədəqədir, ən böyük sədəqədir. Hətta Qur'an-ı Kərimdə Allah Teala yenə buyurur ki, minnət qoyduğun deməli sədəqədənsə, çıxdığın o verdiyin, yoxsula verdiyin o deyək maldan, dövlətdənsə minnət gələcəksə ondan sonra gözəl söz daha gözəldir. Ən gözəli minnət qoyma. İnsanlara gözəl söz söylə. Yəni buna görə də bizim bugün ən gözəl təbliğatımız, yolumuz yalnız və yalnız hikmətli kəlamlardan keçəcək, gözəl üslublardan və elmli, savadlı, belə deyək ki, ilahiyyatçılarımız da var, şükür Allaha, din xadimlərimiz də var, onların və psixoloqlarımız var. Və qeyd etdiyim psixoloq elə elmdir, əxlaq deməkdir. Əxlaq normalarının belə deyək, insanlara çatdırılmasıdır. Və bununla belə bunların təbliğatının nəticəsində mənə elə gəlir ki, gələcəkdə də bəli, tamaşaçıların da, izləyicilərin də könlü oxşanılacaq və bu gözəl sözlərlə də Qur'anın ayələri işığında, Həzrət Peyğəmbərimizin hədisləri işığında bunlar qidalanacaq və gələcəkdə də cəmiyyətimiz sağlam bir yola çıxacaqdır. Mən hər ikinizə, verilişimizə gəldiyinizə görə dərin minnətdarlığımı bildirirəm. Təşəkkürümü bildirirəm. Gəldiniz, fikirlərinizi bizimlə bölüşdünüz və maarifləndirici bir verilişin ərsəyə gəlməsində iştirak elədiniz. Hər birinizə təşəkkürümü bildirirəm. Sosial şəbəkələr dini maarifləndirmə işinin düzgün aparılması üçün geniş imkanlara sahibdir. Biz bu imkanlardan bəşəriyyətə lütf üçün göndərilmiş bir peyğəmbərin dinini, yəni İslamı, Quran, yaradan, təsəlli verən, birləşdirən, qucaqlayan dünya görüşü və həyat tərzi kimi təqdim etmək üçün istifadə edə bilərik. Bəli, düzgün başa düşüldükdə din qucaqlayır, birləşdirir, təsəlli verir, həyata məna qatır. Amma düzgün başa düşülmədikdə din parçalayır və məhrumiyyətə səbəb olur. Unutmamalıyıq ki, insan həyatına məna qatmaq, cəmiyyətdə harmoniya yaratmaq, insanları birləşdirmək dinin əsas vəzifəsidir. Sosial şəbəkələrdə dinin təqdimatı və dini fəaliyyət məhz bu cür ali məqsədə xidmət etməlidir. Allaha əmanət olun.